Salam GTA Baku əhli. Mən sizə bu günləri GTA San Andreas oyununa maşın necə əlavə olunur, onu başa salacağam. Deməli, bizə hələ 2 dənə maşının yükləmək istədiyimiz maşının 2 dənə fayl lazımdır. DFF və DXD faylı. Bu maşından faylları, yəni ürəyi istədiyi maşında, yəni bizim saytda olan maşınlardan yükləyə bilərsiniz. Yükləyib bu faylları oradan əldə edə bilərsiniz. Deməli, bizə onu GTA San Andreas'a atmaq üçün bizə GGM proqramı lazımdır. GGM proqramını sayta qoymuşam. Baxın, bu proqramdır. Məndə GTA San o proqramı götürürsünüz. Atırsınız. GTA San Andreas hansı pafqadadırsa, GTA San Andreas harada yerləşirsə, D diskindədir, C diskindədir, fərq eləmir də. Məndə məsəl üçün baxın, məndə məsəl üçün D diskindədir. Siz də götürürsünüz, atırsınız həmən o pafqanın içinə. O faylları götürürsünüz, atırıq belənçinə bir formada götürük, ataq. İşarəliyə hamısını ataq GTA San Andreas pafqasına. Baxın, məndə olduğuna görə mən belə eləyəcəm. Sizdə gedəcək. Atırıq, sonra gəlir buradan GGM-i tapırıq. GGM, bu GGM. Bu belənçə bir şey olacaq, bu belənçinə işarəli. Giririk buna. Giririk buna. Aha. Bunu açdıq. Bu pafqanı saxlayırıq. Birincisi, baxırıq maşınlara. Hansı maşının üstünə atmaq istəyirsinizsə, deməli, bu faylların adını dəyişin. Məsəl üçün, Peredin üstünə atmaq istəyirsinizsə, adını yazırsınız, qoyursunuz ki, Pered. Məsəl üçün, Inter, Pered oldu. İkisinin də adını dəyişirsiniz. Elius Pered. Sonra, buradan məsəl üçün, mən indi atacağım bunu. Mən məsəl üçün, bunu atacağım bir maşının üstünə. Məsələn, atacağım mən bu maşının üstünə atacağım mən. Mən bunun adını dəyişirəm, eləyirəm elə bir ki, burada necə yazılıb adı. Adını dəyişdim gördüyünüz kimi. Baxın, adı dəyişildi. Və məsəl üçün, bu adını. Siz də yəni ki, başqa adlara qoya bilərsiniz də, burada çoxdur maşın. Başqa adlara da qoya bilərsiniz. Mən məsəl üçün, bu maşına qoyuram. Siz samolyotda qoya bilərsiniz, fərqi yoxdur da. Inestal sözü var burada. Inestal yuxarıda. Inestal sözünü vuruq. Burada belə deyək ki, lamıçqa işarəsi çıxacaq. Lamıçqa işarəsinə vuraq. Və buradan TXF model sözü var. TXF model sözünə vuruq. Burada robot stolda əgər sizdə bir dənə TXF faylı varsa, onu götürəcəksiniz. TXF faylını götürürsünüz. Deməli, bunu atdıq. Baxın, gəlirik, seçirik, buradan axtarırıq. Həmən hansı ki, maşın üstünə atacaq. Onun adına baxırıq. Adı eynidir. Üstünə vururuq, sonra düşdü. Sonra TXD teksturas var burada. Sonra tezdən onu axtarırıq. TXD teksturasanı. Bax, hələ ki, bunun adı, bu da tapdıq. Sonra bunu üstünə vururuq. Üstünə vurduq belə, ifso. Sonra inestal sözü var burada. Inestal sözünə vuruq, görək maşınımız dəyişildi. Aha, gördüyünüz kimi bizim maşınımız dəyişildi. Görürsünüz. Bu maşınımız bizim dəyişildi. İndi bu maşınımızı işarələyirik bunu. Bu faylların ikisini də işarələyirik. Atırıq bura. GTA San Andreas olan pafqanın içinə. Atdıq, gördünüz, getdi. Tezdən bu inestal sözünü vururuq. İfso hazırdır.